Dostlar, salam. Bugün sizlərlə birlikdə ilk maşın vlog çəkirəm. Deməli, əslində burada hamı trend çəkməyə gəlir. Biz də trend çəkməyə gəlmişdik. Gəldik, çəkdik və istədim ki, ilk maşındır. Sizdən vlog kimdə bir şeylər alındıraq. Niyə də yox və sevinç anımdır və hər zaman yanımda olduğumuz kimi bu anımda da yanımda olmanızı istəyərəm. Restart çəkdik, istəyirəm bunu indi qoyaq maşına. Mən sizinlə rahat-rahat danışa bileyim. Bəyə dostlar, deməli, nerede görsəniz bilin ki, mənəm. Tamam da eləyə bilərsiniz. Deməli, mənim maşınım Kia Picanto gedir. Morning Kia Picanto. Maşınım deyə mənə çox uyğunlaşdığını düşünürəm. Hətta bu günə özəl kombinimi də arabama uyğun seçdim. 2011 istehsallıdır. Çox rahatdır. Tərsindən birazdan sizə göstərəcəm. Düşünürdüm ki, atam maşınından sonra bu maşını öyrənə bilmərəm, amma inanın ki, mənim atam maşını mənə daha rahatdır gəlir və əlimə çox da yatır. Gəlin indi sizə bəzi hissələrini göstərim. Hansı maşın almaq istəyirsə ilk dəfədən sizə bəlkə də bir tövsiyə olar. Niyə də yox, deyilmi? Bu arada video keçməzdən öncə kanalıma abunə olub videoma like atmağı, xeyirli olsunlarınızı yazmağı unutmayın. Belə, gəlin. İstəyirəm biraz sizə içində göstəreyim. Sapsarı, sarı kimin yarı, benim yarım. Sarı kimin detallı. Deməli, bu mənim maşının salon hissəsidir. İstəyirsən sən keç məndən o tərəfdən otur. Bu mənim maşınımın salon hissəsidir və aşırı dərəcədə rahatdır. Burada əsas nələr lazımdır, nələr bizə uyğundur, onları sizə göstərim ki, alarkən məsələn fikir verəsiniz. Maşından belə çox da başa çıxan biri deyiləm. Sadəcə tövsiyələrim olardı. Yəni araşdırmışdım almamışdan öncə də atam gündən bir yerdə. Bizim əsas olan monitor hissəsi Android-dəndir. Bu monitor hissəsidir və monitorda bir sıra funksiyaları var ki, hansı ki mənə çox əlverişli, məsələn Waze olmalıdır. Baxın ki, fikir verin ki, monitorla sürürsünüz. Eyni zamanda monitor sürüşlərdə arxa tərəfi göstərir deyə ilk alışda məncə düşünürəm yaxşı bir şeydir buna fikir vermək. Ondan sonra rul hissəsidir. Rulda bir neçə funksiyalar var. Burada görürsüz nələr var, nələr yoxdur. Bu arada sizə bir söz deyim. Mən keçən il bu vaxt indi storyimdə də paylaşacağam. Keçən il bu vaxtı ekranıma manifest kimi bir şey qoymuşam maşınla bağlı, amma nə Kia, nə nəsə heç fikir verməmişəm buna. Təzəlikcə baxıram ki, maşın Kia'dır. Ümumiyyətlə mənim onda marka alına yox idi ki, sırf bu olsun da. Sadəcə deyirdim əlimə yatımlı və rahat bir maşın olsun ki, ilk dəfə istifadə eləyə bilim də. İndi fikir verirəm ki, Kia'dır. Yəni manifestin gözünə də inanaq dostlar. Bunlar indi hər kəsdə olandı, amma daha uyumlu olan məsələn avtomatik şüşələrin bağlanma funksiyası var. Rahat şəkildə məsələn bunlara fikir vermək olar. Sevdiyim özəlliklərindən biri də bunun kapotunun açılmağıdır ki, onu da göstərmək istəyirəm sizə. Yay boyu belə rahat şəkildə istifadə eləmək olar. Niyə də yox? Əsas bizim. Peki bunu belə asıl çəkək, daha qəşəng görünür hə? Yəni belə dostlar. Bu da benim yan koltuq prensesim. Çox sağ olun. Artıq bundan sonra sağ koltuq prensesiyim. Hara getsə demək olar Dişadın yanında məni mütləq görəcəksiniz. Maşınla gəlib məni götürəcək. Evimin qabağından söz verir. Vermirəm. Videolar atmıyoruz sana. İndi görüm necə akım edirsən. Verirəm dostlar, verirəm. Belə yəni ümumi olaraq dediklərim məncə yaxşıdır. Yəni bunlara fikir verin. Daha sonra məsələn ondan sonra quraşdırıla bilən şeylərdən də işıqların öz-özünə yanmağı məsələn sevdiyimiz bir şeydir mesela. Qız olaraq da yəni bəlkə də çoxlanlara bu maraqlı olmaz, amma bizə görə önəmlidir. Bu arada suallarınız olsa suallarınızı da yazarsınız. Arxası da bu şəkildə görünür. Rahatlıqla otura bilər. Və maşının ən sevilən yanlarından biri. Ən sevdiyim yanlarından biri də ondan ibarətdir ki, bu maşınlar həm zapças cəhətdə, ya daxili əxliyyət hissələr deyirlər də daha rahat tapmaq olur. Çünki mən bilən yerli istehsal olmalı. Yəni ki, eşitmişdim. Artıq güya özüm bilənlər kimi göstərmək istəyirəm də nəysə. Məlumatlardan biri də ondan ibarətdir ki, elə bil arxeoloji qazıntı haqqıdır. Benzini az yandırır, 92'lik deyirlər. Təsəvvür eləyin 100 kilometrə 6 litr səhv eləmirəmsə və bu da ekonom maşın deməkdir. Hal-hazırdakı qiymətdir. Borcu xərcdir. Arxa hissəsindən də biraz göstərim sizə. Bu maşınlar hatchback hesab olunur. Yəni bagajları yuxarı hissəyə açılır və mənim ümumiyyətlə hatchback maşınlarına xoşum gəlir. Yəni bagaj yuxarı hissəyə açılanda həm şəkil videolar falan qəşəng nələrsə çəkmək olur. Həm də ümumiyyətlə yəni gələcəkdə alacağım maşınlarda böyük ehtimal fikir verərəm. Ah, çərəm qopdu. Belə.
Həmişə xeyirli işlərə sürəsən, yaxşı örgən, yaxşı sür. İnşallah. Sonra narışın eyləmə. Atam əslində çox həssasdır mənim maşın sürməyimə qarşı, amma mən dostlar yaxşı sürürəm. Eybi olsun, hələ örgənəcəksən. İnşallah. Xeyirli olsun, xeyirlisindən. Gün olsun, ən bahalı maşını sən sürəsən. Videomuzun sonuna gəldik. İnşallah ki, daha gözəl videolar gələr maşınla. Bloglar paylaşmağı düşünürəm universitetə falan gedəndə. Sağ olun, gələn videolarda görüşərik. Dostlar, salam. Dostlar. Belə bir hissəsini təcəssən, orası Hə, onda belə. ilə Sən də arxaya qabağa get, mənlə birlikdə. deyim, qarşılayım deyim. Görməmişim. Qarşınızda Şimşek McQueen.